deyək ki, bizim Azərbaycan kültüründə ən çox istifadə etdiyimiz yeməkdən dərhal sonra çayın istifadə olunmasıdır ki, bu çox yol verilməz bir şeydir. Yəni, çay bizim üçün faydalıdır, sevdiyimiz bir içkidir, istifadə edə bilərik. Amma onun da bir zamanları var, qida ilə eyni vaxtda olmamalıdır. Qidanın bir saat öncəsində, bir saat sonrasında su və çay qəbul olunmamalıdır. Doktor, bəzən yemək yeyə az qala su içirlər. Yanlarına bir su qoyurlar, sokdur, sudur, meyvə şirələridir, komportdur. Bunlar sorulmanı pozur. Ona görə də əslində elə xəstəliklər də buradan başlayır. Yəni, qidalanma mütəxəssisi tam bunlara uyğun şəkildə düzəldir və qidalanma mütəxəssisimizin keçən dəfə çıxışlarından birində bir söz çox xoşuma gəldi. Qeyd etdi ki, biz bunu öyrənən zaman, bu ixtisası öyrənən zaman məqsədimiz xəstəni arıqlatmaq olmayıb. Biz xəstəyə düzgün qidalanma, yəni ixtisas olaraq belə almışıq ki, düzgün qidalanma tənzimləyir və düzgün qidalanan zaman yanaşı olaraq xəstə arıqlayır təbii ki, çəkidə verəcək. Bütün halda doktor, düzgün qidalanma xəstə olmayan sağlam insanlar üçün də lazımdır. Biz elə bilirik ki, ancaq biri xəstədirsə, mütləq bir diyetoloqa getməlidir, yaxud belə deyək də, xüsusi qida mütəxəssisinə getməlidir. Amma əslində sağlam adamlar da gedə bilər, qida mütəxəssisinə xəstəliklər yaranmadan, onun qarşısını alanda əlbəttə ki, daha yaxşı olur, orqanizm zədə almamış olanda, istədiyimiz nəticələri daha yaxşı əldə etmiş oluruq. Yəni, təəssüf ki, dediyiniz kimi düşünürük ki, bir xəstəliyim olarsa müraciət etməliyim. Son zamanlar biraz bu düşüncə tərzi dəyişir. İnsanlar artıq daha bilinçli olmağa çalışıb, daha orqanizminə düzgün yanaşmağa çalışır. Amma qidalanmaya da fikir verəndə xüsusən qidalanma mütəxəssisi, uyğun qidalanma mütəxəssisi olmalıdır. Yəni, özümüz düşündüyümüz kimi internetdən araşdıraraq istifadə etdiyimiz bəzən bitki tərkibli nələrsə istifadə edirlər arıqlamaq üçün, bəzən tamamilə qidalanma rasionunu pozurlar. Yəni, qidalanma zamanı, rejimlə qidalanma zamanı deyək ki, porsiyalarımızı azaldırıq, yemək sayımızı azaldırıqsa, elə bir aparılmalıdır ki, lazım olan enerjini ala bilək. Yəni, orqanizm üçün lazım olan enerjini almadıqda, bəzən bu gənclər arasında olur, qidalanma aparırlar, diyeta aparırlar və sonra orqanizm tam zəifləyir. Yəni, digər orqanlarında funksiyası pozulmuş olur.